Bu günlər Azərbaycan Dövlət Neft Sənaye Universitetində Mərkəzi Asiya universitetləri və regiona yaxın digər ölkələrin universitetlərinin rektorlarının klubunun 6-cı görüşü keçirilməkdədir. Bu beynəlxalq bir platformadır ki, hansı ki region universitetlərini birləşdirir. Belə bir tədbirin ümumiyyətlə Azərbaycan Dövlət Neft Sənaye Universitetində keçirilməsi hesab edirik ki, çox yaxşı bir hadisədir. Такие диалоговые площадки позволяют выстроить очень хороший посыл для сотрудничества не только в Центральной Азии, но и с расширением в целом на евроазиатском контексте. И я думаю, вопрос партнерства, именно когда мы можем не только обмениваться студентами и преподавателями, но также вообще в целом работать, допустим, по curriculum development, это дает очень большие возможности для интеграции в образовательные процессы. Я думаю, что самому из добычи ресурсов Азербайджан идет на процветание экономики на инновационного путем. И мы хотим, чтобы всех университетов Азербайджана, чтобы не только в рамки индустриальной, то есть общества, мы хотим и на социальных направлениях, то есть по педагогическим направлениям, по туризму, потому что самому Азербайджан является юго-восточным лидером на этом сфере, и плюс на сфера здравоохранения, то есть у нас тоже имеется очень хороший потенциал. Tədbirimizin əsas mahiyyəti ondan ibarətdir ki, Mərkəzi Asiya ölkələri və eləcə də ona yaxın ölkələrdə, məsələn Azərbaycanda, Türkiyədə, Gürcüstanda, Macaristanda hansı universitetlərin marketinqi ilə bağlı, universitetlərin brendləşməsi ilə bağlı hansı addımlar atıla bilər. Burada belə deyək, universitet rəhbərləri ilə yanaşı, yəni rektorlarla yanaşı brendləşmə sahəsində olan mütəxəssislər də iştirak etməkdədirlər. Onlar da öz təcrübələrini, öz araşdırma nəticələrini bir növ təhsil idarəçilərinə təqdim edirlər.